Hətta mən bir dəfə düşünürdüm ki, qiyamət gününün haqqında gəldi zehnimdən, adlarına baxırdım, deyir, həsrət günüdür də. Dedim, görsən insanlar niyə həsrət çəkəcək? Bir dəfə belə oturub öz-özümə fikirləşəndə belə bir zehnimə fikir gəldi ki, insanların özlərinə göstərəcəklər qiyamət günü. Sən kim idin? Bəli. Hara yetişə bilərdin? Bəli. Harda qaldın? Yəni, indi ola bilər siz demişkən o mühitin təsiri, sən bacarmışsan. Bir hədis çıxdı maraqlı, imamlardan bir hədis idi, buyururdu ki, biz bəzi insanları sevirik, amma əməllərindən xoşumuz gəlmir. Əməli ilə özünü ayırdı. Rövşən müəllimdir, bir başa deyirsən, bir də görsən ki, sən bacarıqsın. Bu əməllə onun özünü gələk ayırmağı da bacaraq ki, sən burada bacarmadın, amma belə bacarıqlı insansan. Bəli, bacarıqsız deyilsən. İslamın amma yanaşması daha pikdir. Bu, qərb mütəfəkkirləri ondan istedad deyir, İslam amma deyir, Əlləmə Adəmə əl-əsmaə kullaha. Yəni, bu ayəni oxuyanda insanda ola bilməz pessimist olsun, ola bilməz bədbin olsun. Məndə bütün adlar var da, yəni. İnnicə ilm filardı xəlifə. Sən xəlifəsən abi. Sən mənim Allahın xəlifəsisən də bir təfsirdə baxırdım, deyirdi, orada Adəmə öyrətmədi, adama öyrətdi. Adəm misaldır. Hamımızda var o. Sadəcə Adəm aktuallaşdırdı, biz potensial saxlamışıq da. İndi qiyamətdə görürsən ki, bunlar potensial kimi qalıb, oy Allah, bunları mən niyə çıxartmadım önə? Və təvazu da bu deyil. İstəyirəm bunu deyim. Yəni, siz nə gözəl özünüz vurladınız ki, adam, o deyil məndə heç nə yoxdur. Düşündüyüm qədər təvazu budur ki, insan görsün və gördüklərini onun lütfü kimi görə bilsin və onun bir bizə verdiyi nemət kimi görə bildiyi təqdirdə hər şey mənbilən gəlir, öz yerini tapır və tutur. Yoxsa əks təqdirdə, yəni bu cürlə yanaşma tərzi ilə həm qarşı tərəfin özünü belə deyək də ziyan vermiş olarıq o təbliğatla da. Həm onu ucala bilərdisə, yüksələ bilərdisə də qabağında bir sədd və sərhəd ola bilər idi.